İmam Hüseyni görürsünüz. O həngamənin içərisində müharibə başlayır, deyir, sabahacan bizə möhlət verin. Ölmək də özün də bilirsən, öləcəksən də. Hələ ya Allah, bismillah, qalxaq, cihad eləyək, şəhid olaq, gedək, qovuşaq qurban olduğumla da. Yox, bir gecə vaxt verin, namaz qılacağım, Quran oxuyacağım, zikr eləyəcəyəm, istiğfar eləyəcəyəm. Nə qədər zövq alırmış bundan. O cənnətə gedəcəyini yubadır. Bilir ha, dəqiq cənnətə gedəcək. Bilir Peyğəmbərlə görüşəcək. Bilir Allahın o elə yerlərinə gedəcək ki, o yerləri təsvir eləmək bu dünyada mümkün deyil. Amma o yerə gedən, aparan o amillər var, onlardan o qədər zövq alır ki. Çünki ora buradakı əməllərin təzahürüdür. Onun kökünü bilir. Kökünü bilir.